İmtahanlarda apellyasiya müraciətlərinin ödənişli olub-olmaması məsələsi yenidən gündəmə gəlib. Dövlət İmtahan Mərkəzinin rəhbərliyi tərəfindən bu istiqamətdə Tarif Şurasına təklif verilmə ehtimalı olduğu bildirilsə də, hazırda hər hansı qərar qəbul edilməyib. Təhsil eksperti Vəfa Vəliyeva hesab edir ki, apellyasiya müraciətlərinin ödənişli olması əsassız müraciətlərin qarşısını ala bilər. Onun fikrincə, bəzi hallarda iştirakçılar nəticələrdən narazı qaldıqları üçün əsaslı səbəb olmadan apellyasiyaya müraciət edirlər ki, bu da həm əlavə iş yükü yaradır, həm də prosesin uzanmasına səbəb olur. Əgər bir insan bir il apellyasiya verirsə, o ki, birinci il ödənişli olmasın. Amma artıq ikinci il apellyasiya yenidən müraciət varsa, bu ödənişli olmağı labüddür. Bəzən vaxt itkisidir. Məsələn, bu müəllimlər miqdə belə ola bilər, abituriyentlərin imtahan nəticələrinə görə ola bilər. DİM də özü də, yəni özlərinin əlbəttə ki, faktları var ki, bir adam bir neçə illər, eyni necə deyərlər, apellyasiya şikayətləri eləyirlər və bunu düşünür ki, ödənişli olsa, daha buna necə deyərlər, bir də cəhd etməzlər. Ekspert deyir ki, dünyanın müxtəlif ölkələrində fərqli təcrübələr mövcuddur. Bəzi ölkələrdə nəticələrin yenidən yoxlanılması üçün müəyyən ödəniş tələb olunur. Lakin müraciət haqlı hesab edilərsə və nəticədə bal dəyişərsə, ödənilən məbləğ geri qaytarılır. Digər ölkələrdə isə apellyasiya prosesi tamamilə ödənişsiz həyata keçirilir və təhsil alanların hüquqlarının təmin edilməsinin vacibliyi ön plana çəkilir. Təhsil eksperti Vüsət Əzizov da hesab edir ki, apellyasiya hər bir imtahan iştirakçısının fundamental hüququdur və bu xidmətin ödənişli olması bəzi abituriyentlərin həmin hüquqdan istifadə imkanlarını məhdudlaşdıra bilər. Xüsusilə az təminatlı ailələrdən olan gənclərin əlavə xərc səbəbindən müraciətdən çəkinə biləcəyi vurğulanır. Bu il təşkil edilmiş buraxılış imtahanlarında təxminən 8000 nəfərə yaxın abituriyent öz imtahan nəticəsi ilə bağlı apellyasiya müraciət etmişdi və apellyasiya müraciətləri daha çox sualların yenidən qiymətləndirilməsi ilə bağlıdır və bəzən də sualların yenidən dəyişik köçürülməsi ilə bağlı olur. Və təbii ki, bəzən də cavablandırılmamış sualların yenidən qiymətləndirilməsi ilə bağlı da müraciətlər olur. Düşünürəm ki, apellyasiya müraciətinin ödənişli keçirilməsi abituriyent və valideynlər tərəfindən birmənalı şəkildə qarşılanmayacaq və eyni zamanda da düşünürəm ki, apellyasiya müraciəti abituriyentin təbii bir hüququdur, çünki onun suallarının səhv yoxlanılması halı da ola bilər, yaxud da düzgün qiymətləndirilməməsi halı ola bilər. Ona görə düşünürəm ki, burada artıq abituriyentlərin hüquqlarının sanki bir növ pozulması halı ola bilər. Ekspertlər bildirirlər ki, həm şəffaflığı və hüquqları qorumaq, həm də əsassız müraciətlərin sayını azaltmaq üçün ödəniş tətbiqi əvəzinə apellyasiya mexanizminin təkmilləşdirilməsi, iştirakçılara cavabların daha aydın izah olunması və elektron nəzarət imkanlarının genişləndirilməsi kimi variantlar nəzərdən keçirilə bilər. Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinə də müraciət etdik. Bildirildi ki, hazırda bütün imtahanların nəticələri